Gününüz aydın olsun millət. Demək, bildiyimiz kimi bu hardasa bir həftə 10 gündür dabaq xəstəliyi ölkədə yayılıb və çox təhlükəli də bir xəstəlikdir. Bunu dövlət də sübut elədi, ekspertlər də sübut elədi, kənd cəmiyyəti də, fermerlərimiz də sübut elədi. Hətta yaxın bir adamın belə qohum əqrəbasında malqaraları bunu mənə sübut elədi ki, belə bir şey var. Yəni bu mövcuddur. Amma bir şey var da, indi bu Qida Təhlükəsizliyi Agentliyi düşüb bu qəssabların üstünə. Onu orada bağlayır, buna burada şərtlər qoyur, nə bilim nələr qoyur. Bəli, var. Eşşək ətinə qədər satan eşşəyin balaları var. Qoca mal ətini insanlara sırıyan qəssablarımız da var. Yəni bunlar xaric, bunların xisləti onsuz hər bir sahədə var belə bir insanlar. Sözüm kimədir bu Qida Təhlükəsizliyi Agentliyinə? Qida Təhlükəsizliyi Agentliyi. Mən alqışlayıram. Bəli, siz yeganə qurumsuz ki, xalqın yəni təhlükəsi sizdən asılıdır. Bugünkü gün biz sizə güvənib o qidaları alırıq. Ancaq bir şey deyim də, bu qəssabları çörəksiz qoymusunuz. Onlar da kasıb təbəqədir. Yəni heç kim gedib imkanına gedib qəssab işləmir. Onlar çəkdiyi əziyyəti mən deyərdim ki, heç bir sahədə çəkilmir. Onların səhər yuxusuna haram qatıb gedib malqaranı gətirib orada kəsməyə zadı. İndi bunu bilənlər bilir də, belə deyim. Yaxşı, Qida Təhlükəsizliyi Agentliyi, siz nə vaxt bax 6-7 ay bundan qabaq Çipsidən bir uşaq öldü Şamaxıda. Sonra 6 nəfər konyakdan öldü. Hansı ki bu insanlar gedir o marketdən alır və bununla tədbir görüb. Hansı bir marketi bağladınız, hansı bir mağazin bağladınız və yaxud da gündə kalbasaların içindən birindən şurup çıxır, birindən mismar çıxır, çörəklərdən müəyyən bir şeylər çıxır. Bunlara nə vaxt nəzarət elədiniz ki, siz bugünkü gün dabaq xəstəliyini əlinizdə bir bəhanə tutub qəssabları çətin bir vəziyyətə salırsınız. Bəyəm o marketlərdə, supermarketlərdə ki, ətlərə siz nəzarət edib icazə vermisiniz. Bəyəm o hardan gəlir ki, o kətləsə, o xaricdən gətirirlər. Bu bizim məhsullar deyil ki, o gələn o marketlərə. Onlara niyə bir müdaxilə eləmədiniz? Və yaxud da qida yağlarına niyə müdaxilə eləmirsiniz? Qida yağlarımızın 80% palma yağlarıdır. Təbii ki, bu kasıb təbəqənin imkanı yoxdur. Gedib zeytun yağına və yaxud da bahalı yağa gedib 15 manat bu yarım litrinə pul verməyə. Gedirlər məcbur olub o bir qida yağlarından alırlar. Onlarındakı 80% palma yağlarıdır. Palma yağında təhlükəsini siz bizdən yaxşı bilirsiniz ki, o hansı təhlükələr. Ona görə də bugünkü gün onkologiya, ürək xəstələrindən, tromblaşma hamısı palma yağının zibilidir. Çünki insan bədəninin temperaturu 37-40 arasıdır. Palma yağı da əriyir 60 dərəcə temperaturda. Və o da gedir ürək damar sistemində tromblaşma yaradır, müəyyən bir fəsadlar yaradır. Bu da insan tələfatına, yəni ki, gətirib səbəb olur. Siz birinci gedin ümumi hər bir şeyi, bütün qidaları yoxlayın, sonra düşün bu qəssabların üstünə. Qəssab kasıb təbəqədir ki, qəssablar, yəni ki, bugünkü gün gedir onlar kəndindən, kimdənsə alır hansısa bir kasıbdan malqaranı alır, gətirir, satır, 5 manat balasına çörək aparır. Birinci hər bir şeylə məşğul olun, sonra düşün bu kasıb təbəqənin canına. Yəni sizinki dövlətə dəstək deyil, sizinki sadəcə gücünüz çatan insanlara hücum eləməkdir. Mənim dediyim bu qədər. Allah xalqımızı, dövlətimizi qorusun.